Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahabetihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul ukdeten min lisani yefqahu qavli, amma ba'd. Möhtərəm qardaşlarım, ən birinci özümə, sonra isə sizə Allah Taala'dan haqq təqvasına qorxmağı nəsihət edirəm. Və o təqva ki, ta qədimdən, sələfin vaxtından, yəni sahabələrin vaxtından bir-birlərinə ötürdüyü miras idi. Allah qorxusu və Allahdan təqva olmaq. Çünki Allah Taala kitabında buyurur ki, Allah həqiqətən müttəqiləri sevir. Yəni müttəqi təqvalılar. Təqva gizlində və aşkarda, təkcə aşkarda yox. Və bu gün isə Peyğəmbər sallallahu əleyhi və səlləmin necə ki, İmam Buxari və Müslim rahimehullah rivayet etdiyi, öz kitablarında, səhih kitablarında rivayet etdiyi, hamımızın bildiyi bir hədisi xatırlatmaq istəyirəm. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, qiyamət günü 7 sinif insan olacaq ki, ərşin kölgəsində kölgələnəcəklər. Yəni onlara hər hansısa bir sıxıntı və hər hansısa bir əziyyət olmayacaq. Və Allah Resulü Muhammed sallallahu əleyhi və səlləmin sahabeləri həris idilər xeyrə. Necə ki, indiki müsəlmanların dünyaya həris olmaqları və ondan da artıq olaraq və soruşdular ki, Allah Resulündən o 7 sinif insanın, yəni o 7 insanın kim olmasını soruşdular. Və Peyğəmbər sallallahu əleyhi və səlləm o şəxsi, o 7 sinifi sayaraq buyurdu ki, ən birincisi ədalətli imam, ədalətli başçı, ədalətli rəhbər. Və ədalətli rəhbər dedikdə qardaşlarım, təkcə bu dövlət başçısına nisbət olunmur. Hər bir kəsə, hətta hər hansısa bir şirkətdə müdiriyyət, hətta kişi öz evində də belə, hətta adildir və rəhbərdir hər kişi evində və həmçinin də dövlət başçısı. Və də bəzi bidət əhli bu şeyləri yalnızca rəhbərə, dövlət başçılarına nisbət edirlər. Amma əslində qalsa, kimin ki əlinin altında işçiləri varsa, hətta onlar da buna aiddir. Və ədalətli dövlət başçısı qiyamət günü, yəni ədalətli şəxs, ədalətli idarəçi qiyamət günü, yəni ədalət, yəni Allahın dini ilə ədalətli olan. Elə şeylər var ki, zahirən ədalət görünsə ədalətsizlikdir. Zahirən ədalət görünsə də ədalətsizlikdir. Və ümumi qısa bir əlavə fayda olaraq demək istəyirəm ki, qardaşlarım, yəni Allah Taala kitabında buyurur ki, sizin xeyir gördüyünüz şeylərdə zərər, şər və şər gördüyünüz şeylərdə xeyir ola bilər. Və bu ayənin nazil olmaq səbəbinə baxsan, məsələnin zahirini təbii ki, oxumaq istəyirəm. Və bu ayənin nazil olmaq səbəbinə baxsan, qardaşlarım, Allah Taala bu ayəni cihadı məsəl çəkir. Cihad zahirən kənardan baxıldıqda yaxşı mənzərə deyil. Ölüm, itin və yaxud da kimisə şikəst qalması və s. və s. Zahirən kənardan baxıldıqda şər görünür, zərər görünür. Amma əslində baxdıqda isə zinada xeyir var. Üzr istəyirəm, cihadda xeyir var. Amma zinaya baxsan, zahirən kənardan baxıldıqda yaxşı şeydir, insana həzz verən bir şeydir. Amma zahirinə baxdıqda, özünə baxdıqda isə şərdir, nəsəbin itməsidir, kişilərdə qeyrətin, qadınlarda iffətin əldən getməsidir. Ona görə bir məsələnin zahirən görünməsi kifayət deyil. Yəni şəriətin dediyi ədalət yalnızca və yalnızca ən birinci Allahın və Rasulunun dinindən nazil olunan, İslam dinində bəhs olunan ədalətdir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, və ikinci, o 7 nəfərdən ikincisi də odur ki, o cavan ki, o gənc ki, Allahın tərbiyəsi ilə, yəni bu İslam dininin tərbiyəsi ilə böyüyüb. Nəyə görə gənc? Nəyə görə başqaları yox? Nəyə görə gənc? Çünki nə qədər insanlar olur ki, sonradan sonra bir neçə müddət, illərdən sonra, bir 30 yaşına, biri 40 və s. fərq eləməz, bu illərdən sonra ibadətə başlayır. Və onun İslam dinində qalması, onun İslam dinində yaşaması əvvəlki cahili həyatından əsərlər görünür. Özünü islah etməyə çalışsa da belə, özünü nə qədər xeyrə yönətməyə çalışsa da belə, hərdən görürsən ki, bəzi anlarda o insanlarda əvvəlki həyatının əsərləri görünür. Təbii ki, Allahın rəhm etdiyi istisna. Amma İslam dini üzərində böyüyən gənc, yəni uşaqlığından Allaha və Rasuluna itaat edən gəncin isə həyatında hər hansısa bir günahlar olmadığına görə demək olar ki, artıq onun İslamı da gözəlləşir. Artıq onun İslamı gözəlləşir və ibrət olur cəmiyyəti üçün. Qardaşları üçün bir ibrət olur. Çünki bəli, bizim üçün ən böyük ibrət, ən böyük qudva Muhammed sallallahu əleyhi və səlləmdir. Və kim ki xeyir əhlidirsə, onlar da bizim üçün ibrətdir. Və həmçinin də səbəbdir ki, və amillərdən bir amildir ki, Allahın dinində böyüyənlər də başqalarının nisbətli üstün olsunlar. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, və o üçüncü sinif olarsa, o kişi ki, qəlbi məscidlərə bağlıdır. Qəlbi məscidlərə bağlı olmaq, qardaş, nəyə göstərir? Yəni, diqqət yetir, Peyğəmbər sallallahu əleyhi və səlləm məscidlərə tez-tez gələnləri yox, qəlbin məscidə bağlı olmasını vurğuladı. Çünki məscidə tez-tez gələn ola bilər ki, qəlbi məscidə bağlı olmasın. Boş vaxtından dolayı məscidə gələn olsun. Kimlənsə oturub durmağa vaxtı yox deyə məscidə gələn olsun. Bunu sayan yox deyə bu məscidə gedir. Bunlar fərqli-fərqli amillərdir və bunlar ixlasa
ziddir. Amma qəlbin bağlı olması isə ola bilər ki, insan məscidlərə az getsin. Amma onun qəlbi Allahın evlərinə bağlı olsun. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, və iki kişinin bir-biri ilə Allah üçün qarşılaşan və bir-birlərinə Allah üçün sağollaşan iki kişinin məsəl çəkir. Və o da ki, qiyamət günü ərşin kölgəsində olacaqlar. Və bu da qardaşlığı göstərir. Və bu da onu göstərir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm İslam dinində olan qardaşlığı vurğuladıqda artıq orada hər hansısa bir maraq ola bilməz. Nə görüşəndə, nə də sağollaşanda. Və bu da ixlası, yəni Allah üçün olan qardaşlığı göstərir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, və o kişi ki, onu əsilli, nəcabətli bir qadın, gözəl bir qadın zinaya dəvət etsin və də ondan Allahdan qorxuduğu üçün tərk etsin. Və diqqət yetirir, hədisinin içində Peyğəmbər sallallahu əleyhi və səlləm hətta nəinki qadının öz gözəlliyini, hətta əsl və nəcabətli qadını məsəl çəkir. Və çünki hətta aqil bir insan, ağıllı bir insan hətta evlənərkən, hətta ailəsinə belə diqqət yetirir. Təkcə məsələn bir kişi qadınla evlənəndə qadının imanına, təqvasından da əlavə olaraq, baxmağına əlavə olaraq və onun gözəlliyindən əlavə olaraq onun nəsəbinə, onun böyüdüyü ailəyə diqqət yetirir. Aqil insanlar belədir. Çünki düzgün ailədə böyüyən bir insan, düzgün ailədə böyüyən bir qadın, yəni səbəbdir ki, həyatı boyu səlim qalsın. Səbəbdir ki, həyatı boyu sağlam qalsın. Həm düşüncələrində, həm də həyatında. Və Peyğəmbər sallallahu əleyhi və səlləm də buyurdu ki, hətta əsilli nəcabətli bir qadın və həmçinin də gözəl bir qadın onu zinaya dəvət eləyərsə və də Allah üstə onu tərk etsin. Və diqqət edir, çünki elə ola bilər ki, bir kəsi hansısa bir eybəcər, gözəl olmayan bir qadın dəvət etsin. Zinaya, onu özünə çağırsın. Ondan, yəni gözəl bir qadının dəvət etməsi eyni deyil. Çünki Allah Teala ədalətlidir. Çünki Allah ədalətlidir. Məsələn, başqa bir məsələ olaraq, elə insan var ki, araq içməyi sevir və Allah üçün tərk edib. Amma elə insan var ki, hətta araq içmək, hətta onu belə cahil olsa belə, ibadət etməsə də belə, o haram onun üçün maraqlı deyil. Allah qatında bu iki nəfərin içkini tərk etməsi eyni deyil. Bir günahı etmək istədiyi halda günahı tərk edən və ümumiyyətlə o günaha qarşı meyl etmədiyi halda o günahı tərk edən fərqlidir. Bu da Allahın ədalətini göstərir. Çünki bir şeyi çətinliklə tərk edən, bir şeyi rahatlıqla tərk edəndən üstündür. Və Peyğəmbər sallallahu əleyhi və səlləm həmçinin buyurur ki, o həmin 7 sinif insandan və həmçinin o kişi ki, Allah yolunda malından xərcləyər. Və Allah yolunda malından xərclədikdən sonra onu heç bir əzası bilməz, heç bir kəs bilməz. Hətta Allah Resulü buyurur ki, onun sol əli sağ əlinin verdiklərindən xəbərsiz olar. Əlavə bir fayda olaraq qardaşlar vurğulamaq istəyirəm ki, bu da dəlillərdəndir ki, insan hətta Allah yolunda xərcləyəndə belə onu sağ tərəfinə, sağ əli ilə versin. Çünki Allah Resulü Muhammed sallallahu əleyhi və səlləm buyurdu ki, onun sağ əli ilə verdiklərini hətta sol əli bilməsin. Və bu da ixlası göstərir. Və çünki Allah Teala kitabında buyurur ki, iman gətirənlərə xitab edir ki, Allah Teala ya eyyuhellezine amenu ey iman gətirənlər la tubtilu sadaqatikum bil menni vel aza el-ayə. Allah Teala buyurur ki, ey iman gətirənlər, Allah yolunda xərclədiyiniz sədaqələrinizi əziyyət verməklə və minnət vermək və əziyyət etməklə batil etməyin. Və bunu göstərir ki, kim ki kiməsə Allah yolunda xərclədikdən sonra minnət qoyubsa və kimsə kiməsə əziyyət veribsə, bu artıq onu göstərir ki, onun nəinki sol əli bildi. Hətta ümmət bildi ki, kimsə Allah yolunda xərcləyib. Və əslən artıq heç Allah yolunda xərclənmiş belə sayılmır. Və həmçinin isə növbəti 7-ci, sonuncu isə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurduğu kimi, o kəs ki, Allahın ayələrini, Allahın dinini gizlində olmaq xatırlayar və gözləri yaşarar. Və bu da ixlası göstərir. Çünki necə deyildiyi kimi, zahirən Ömər ibn Xattab kimi görünmək rahatdır. Amma daxildə isə, gizlində isə Ömər ibn Xattabın işçisi kimi olmaq çətindir. Çünki bu da ixlası göstərir. Çünki əslən münafiqlər də əvvəllər, hətta Allah Resulünün vaxtında belə, hətta sahabələrin zamanında da belə, münafiqlər zahirən Allah qorxusunu göstərirdilər. Allaha olan bəzi əlamətləri, bəzi şüarları özlərində göstərirdilər ki, onlar da xeyir əhlindədirlər. Amma qəlblərində isə o yox idi. Və bu da onu göstərir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurduğu kimi, bir kəsin gizlində Rəbbini xatırlaması və gizlində Allahın kitabını dinləməsi və gizlində Allahın kitabını oxuması və Rəbbinə dua etdiyi zaman gözlərinin yaşalması. Çünki zahirən bu rahatdır. Və bugün imtahan etmək üçün bir şəxs özünü imtahan etmək üçün baxsın gizlində Rəbbi ilə halına. Əgər gizlində onun Rəbbi ilə gizlində olması, əgər onu o əlamətini ortaya çıxardırsa,
yəni Allahın ayələrini xeyri xatırladığı zaman gözlərinin dolması və yaxud da bəzi xuşuya səbəb olan amillərin onda baş verməsi gizlində varsa, artıq onun zahirən də bu şeylərin onda baş verməsi onun ixlasına zərər toxundurmaz. Və qardaşlarım, bu hədisin sonunda bir şeyi vurğulamaq istəyirəm. Və Allah Taala'nın bizə həqiqətən də rəhməti böyükdür. Allah Taala'nın bizə həqiqətən də nazil etdiyi şəriət çox rahatdır. Bax, bu 7 sinif insan və etdiyi ibadətlər heç bir insandan güc qüvvət demək tələb eləmir. Allah üçün qardaşlıq eləmək insandan möminlik aparmır. İnsandan sağlamlıq aparmır. İnsandan hər hansısa bir sənin nəyivis əlindən almır. Haram olan bir qadından üz döndərmək, yəni zina etməmək səndən heç bir mülküvi, heç nəyi almır. Sağlamlığı, səhtivi əlindən almır. Və həmçinin də Allah yolunda az olsa da belə insanın etdiyini, xəslət etdiyi zaman onu gizlətməsi sənin heç nəyi sənin əlindən almır. Çünki sədəqə deyilikdə qardaşlarım, burada hətta kiçik bir şeylər də belə sədəqədən sayılır. Çünki qiyamət günü Allah Taala'nın insanların qarşısına qoyacağı tərəzi dünyadakı olan tərəzi kimi çəkmir. Bəşərin qoyduğu tərəzi 1 kilonun miqyasında ölçür. Amma Allah Taala'nın qiyamət günü qoyduğu tərəzi isə elə deyil. O ixlasın miqyasında çəkir və ixlasın qədir qiyməti, dərəcəsini isə yalnız Allah bilir. Və bu sayılan, bu 7 sinif insan göründüyü kimi heç bir əziyyətsiz, heç bir nəsə bir şey tələb etmir və heç bir şey də aparmır. Və bu da onu göstərir ki, Allah Taala'nın əmr etdikləri, Allah Taala'nın Muhammed sallallahu aleyhi ve sellem ümmətinə vacib etdiyi şeylər əslində rahat şeylərdir. Sadəcə şeytan böyüdür və şeytan çətinləşdirir. Ona görə də bir kəs sayılan xeyirlərə, Allah Taala'nın ona vacib etdiklərinə və Allah Taala'nın ondan soracaqlarına əgər qafildirsə, o yalnız öz nəfsini qınasın. Çünki qınanılacaq yeganə şey nəfsdir. Çünki Allah Taala zülm eləmir. Hətta insanlar da belə, hərdən insanlar da belə özlərinə zülm edənlərə zülm edirlər. Əksər vaxtda özünə zülm edən insanlar zülm edir. Hətta ola bilsin ki, insan özünə zülm eləməsin, başqaları da ona zülm eləməsin. Əksər vaxtları təbii ki. Ona görə qardaşlarım, bu kiçik bir xatırlatma idi və hamımızın bildiyi bir xatırlatma idi. Və bu da deyildiyi kimi Allah Taala'nın rəhmətini göstərir. Kiçik şeylərlə Allah Taala bizi ərşin kölgəsinə kölgələndirə bilər. Və bu əzəmətli bir şərəfdir, əzəmətli bir məqamdır ki, Allah Taala kiçik ibadətlərlə bu böyük şeyləri bizə bəxş edib. Və təbii ki, böyük ibadətlər də var. Və böyük ibadətlər də var və böyük ibadətlərin də böyük əcrləri var. Amma Allahın rəhməti böyük olduğuna görə kiçik əməllərlə, feyli kiçik şeylər təbii ki, feyli kiçik əməllərlə də Allah Taala hətta insanı ən əzəmətli məqama yönəldə bilər. Və Allah Taala zaten qadirdir və hər şeyə qadirdir. Və hətta Allah Taala'nın rəhməti o qədər böyükdür ki, hətta Adəm Allah Taala'nın yaratdığı cənnətində Allaha asi oldu. Və Allah Taala ona hətta cənnətdən qovanda ona tövbə etməsi üçün sözlər öyrətdi. Necə ki Allah Taala öz kitabında buyurur ki, o zaman ki Adəm cənnətdən çıxardılanda və Allah Taala onu dünyayı nazil edəndə Allah Taala ona tövbə etməsi üçün, yəni Allahın qəbul edəcəyi tövbə etməsi üçün Allah ona kəlmələr öyrətdi. Və Adəm də o kəlmələrdən istifadə edib Rəbbinə tövbə etdi. Və diqqət edin, subhanallah, gör Rəbb o qədər ədalətlidir ki, hətta insana tövbə etməyə yönünü öyrətdi ki, o Rəbbinə tövbə etsin ki, o onu bağışlasın. Və bu da onu göstərir ki, tövbə də Allahın istədiyi kimi olmalıdır. Təkcə günahdan çəkinmək, təkcə ümumi tövbə etmək kifayət eləmir və o zamana qədər ki, Allah Taala'nın nazil etdiyi kimi və Allah Taala'nın əmr etdiyi kimi o tövbələr olsun. Və o zaman isə qəbul olunur. Və Allahın öyrətdiyi ibadətlər isə azdır. Heç biri çətin deyil və heç biri də ağır deyil. Əksinə nəfsin bəhrəsi çoxdur. O da bidətlərlə olur. Və bu qədər qardaşlarım qısa olaraq və Allah Taala'dan istəyirəm ki, bizi bu Ramazana yetişdirdiyinə görə, bizi çatdırdığına görə və artıq Ramazanı bitir və az qalıb, çaylı günlər qalıb. Və Allah Taala'dan istəyirəm ki, bizi bu Ramazana bağışlasın, bizi əfv eləsin. Çünki biz möhtacıq. Allah Taala'nın bizə verəcəyi o bağışlanmağa biz möhtacıq. Hətta biz Allah Taala'nın bizə verəcəyi o bağışlanmağa biz möhtacıq. Hətta biz Allah Taala'nın bizə endirdiyi bir damcı suya belə möhtacıq, yağışa. O yağış olmasa hər şey məhv olur. Hətta o yağış olmasa hər şey məhv olur. Subhanallah, yağış olmasa da olar, yeri gələndə. Nə olacaq? Yağış olmasa nə olacaq? Təsərrüfat, insanların əkinləri məhv olacaq. Amma Allahın bağışlanması olmasa, o yağışın yağmağında da fayda olmayacaq.
o dünyada da fayda olmayacaq. Zaten bizdən əvvəlkilərə o dünyalar verilmişdi. Bizdən əvvəl elə kəslərə dünyalar elə formada verilmişdi ki, onların xəzinələrinin açarlarını adamlar daşıyırlar. Xəzinələrinin açarlarını daşıyanlar var idi. Subhanallah-i-Azim. Onlara bu dünyanın verilməyinin nə faydası oldu ki? Və ona görə də sahabələr Allah Taala'dan onlara gələn dünyanı görəndə, onlara gələn nemətlərini görəndə Allahdan qorxurdular və elə düşünürdülər ki, bu Allahın onlara verdiyi bir istidracdır. İstidrac, yəni insanın layiq olmadığı şəkildə dərəcəsinin ucalması. Necə ki, bugün kafirlər. Məsələn, baxırsan dünya onlardadır, pul da onlardadır, söz sahibi də onlardılar, hər şey onlardadır. Bu o demək deyil ki, onlar ona layiq idi. Sadəcə olaraq Allah onların gözlərini o dünya ilə yumdu. Və Allah Teala öz kitabında buyurur ki, Allah onları sənəstədricuhum və diqqət etir bu ayələrə. Biz onları layiq olmadıqları dünya ilə sevindirərik. Və həmçində sahabələr qorxarlar. Və onu göstərir ki, dünya bir meyar deyil. Ölçü üçün, miqyas üçün dünya bir meyar deyil. Çünki o dünya Muhammed sallallahu aleyhi ve sellem verilmədi. Dünya Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem verilmədi. Hətta onun öz həyat yoldaşı, Əbu Bakırın qızı, Sıddiqin qızı, möminlərin birinci xəlifəsi, birinci əmiri, Əbu Bakırın qızı, Ayşə radiyallahu anhə, öz həyat yoldaşını Muhammed sallallahu aleyhi ve selləmi nə ilə vəsf eləyərdi? Və onunla vəsf eləyər ki, o az idi. Peyğəmbər sallallahu aleyhi ve sellem o buğda çörəyindən, arpa çörəyindən doymadan dünyasını dəyişdi. Allah Resulü Muhammed sallallahu aleyhi ve sellemə gəlməyən bir dünya heç vaxt müəyyən ola bilməz. Ancaq hərdən görürsən müsəlmanları, hərdən sıxıntılı şeylər onları incidir. Hərdən o bəzi dünyada baş verən imtihanlara görə dinindən nələrsə əllərindən gedir. Olmaz. Olmaz. Yəni, hər hansı bir pula görə, dünyaya görə Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem sünnətini kanalizasiyaya, ayağına töhmək olmaz. Bu soruşulacaq. Dünya olsa da olar, olmasa da olar. Əsas olur ki, din olsun. Ona görə xeyir əhli, sələflər, Allah Taala'dan dua edib, istəyərkən deyərlər ki, bizim bu qəmimizi, bizim əsl həyatımızın həmmini dünya eləmə və həmçində bizim müsibətimizi dinimizdə eləmə. Çünki əgər müsibət dində olarsa, heç bir faydası olmayacaq. Amma müsibət dünyada olarsa, səbir etsən faydası var. Övladdır, dünyasını dəyişsən, səbir etsən faydası var. İnsanın öz həyat yoldaşıdır, anası, atası, dünyasını dəyişən, səbir etsə, əcr də onun üçün. Çünki Allahın imtihanlarına səbr etmiş oldu. Çünki Axı Muhammed sallallahu aleyhi ve sellem buyurdu ki, qədər həm acıdır, həm də şirin. Çünki başa gələn insanın qazandığı neymətlər şirin şeylərdir. İnsanın müsəlmanın ev olması, övladların olması, evlənməsi və yaxud da ona üz verən xeyirlər. Bu qədərin şirin tərəfidir. Həmçinin acı tərəfləri var. O da itkilərlə olur. Ya sağlamlıqla, ya ölümlə və yaxud da buna bənzər şeylərlə. Və acı deyilənlərə, Muhammed sallallahu aleyhi ve sellem acı olaraq vəsf etdiyi müsibətlərə səbr eləmək isə fəzilətdir. Ona görə diqqət etir Allah Resulü'nün sözünə ki, Muhammed sallallahu aleyhi ve sellem buyurdu ki, övladı dünyasını dəyişdiyi zaman həmd eləyən, Allaha üsyan eləməyənə qiyamət günü həmddən ev tikiləcək. Və insanlar biləcəklər. Və insanlar biləcəklər ki, o həmd eləyənin, övladı öldüyü halda həmd eləyənə tikilən evdir. Və diqqət etir, əslən belə baxanda insan cənnətə düşəndən sonra, Allah Teala insanı bağışlayıb, əff verib cənnətə saldıqdan sonra o evin kimlərinsə bilib bilinməyin nə aidiyyəti var ki? Amma Allahın rəhmətindəndir ki, başqalarına göstərsin ki, o dünyadakı böyük bir sıxıntıya, böyük bir müsibətə səbr eləmişdir. Ona göstərir ki, qardaşlarım, məqsəd, meyar, üstünlük Allahın dinindədir. O ona itayətdədir. Və kiminsə üstünlüyü də yalnız oradadır və kiminsə aşağı düşməsi də yalnız oradakı aşağılığındadır. Yəni, Muhammed sallallahu aleyhi ve sellem'in sünnəsinə müxalifliyində və yaxud da tənbəlliyindədir. Allah Teala'dan istəyirəm ki, biz bağışlasın, əfv eləsin bu ayda. Bizi də, ayələrimizi də. Allah Teala'dan istəyirəm ki, bizi xeyirlə, təqva ilə gələn Ramazana çatdırsın. Çünki bundan əvvəlki Ramazandan bu Ramazana qədər dünyasını dəyişən qardaşlarımız olur. Və biz onları öz əllərimizlə dəfn eləmişik. Bəlkə onlar bizdən də xeyirli idilər. Ona görə ola bilsin ki, bu axıncı Ramazandır. Kimlər üçünsə ola bilsin axıncı Ramazandır və kimlər üçünsə ola bilsin yox. Allah Teala'dan istəyirəm ki, bizi xeyirlə gələn Ramazana çatdırsın və bizi bağışlasın, əfv eləsin. Və nə xətalarımız var idisə, bizim öz nəfsimizə ediyimiz zülmüdür. Allah Teala bizə zülm eləmədi. Allah zülmü öz nəfsinə haram edib və bizim özümüzə etdiyimiz zülmdür.
Allah Teala istəyirəm ki, bu zülmü bizə bağışlasın, əfv eləsin. Allah dövlət başımızı qorusun, rəhbərimizi qorusun. Və kim ki onlara zərər istəyirsə, ona zərər istəyirsə, onun ətrafına zərər istəyirsə, Allah o zərər istəyənlərin zərərlərini özlərinə qaytarsın. Və əlhəmdülillah rəhbərimiz müsəlmandır və onun əli ilə, onun səbəbi ilə də əmin-amansızlıqdayıq. Çünki əmin-amansızlıq rəhbərin əli ilə olur. Və nə qədər xeyirli müsəlmanlar var ki, bu gün əmin-amanlıq içində deyirlər. Çünki rəhbərləri əmin-aman adam deyil. Məsələn, baxın, Filistində görünənlər oldu. Nə qədər orada hafizlər, Allahı ibadət edən müsəlmanlar var idi. Amma əmir sahibləri düzgün olmadığına görə görsən əmin-amansızlıq olmadı. Bu gün bizim əmin-amansızlığımın səbəbi rəhbərin əli iləndir. Allah onun əlini islah edir. Allah Teala insan onu bağışlasın, əfv eləsin, onu həm bu dünyada, həm də axirətdə xoşbəxt eləsin, onun da ailəsini də həmçinin. Və kimlər ki, müsəlmanlara zərər istəyirlərsə, şər istəyirlərsə, Allah onların zərərlərini də, şərlərini də özlərinə qaytarsın. Allah bu sələfi dəvətinə, sahabələrin yolunun üzərində onun dəvətə bərəkət versin və bizi xeyir üzərində saxlasın, bizi ixlaslı eləsin. Ən əzəmətli kəlmə olan, ən üstün kəlmə olan La ilahə illallah Muhammed Rasulullah kəlməsinin üzərində bizi yaşatsın. O kəlmənin üzərində bizim canımızı alsın. Həmçinin Allah beyler və subhanəkəllahumma və bihamdik əşhədu ən la ilahə illə ənt əstəğfirukallah və ətub ileyk.